Salam dostlar, mən Sadıqov Ziyəddin. Bugün sizə HTML girişdə bir sıra HTML elementlərini izahını verəcəm. Gördüyünüz kimi Linux əməliyyat sisteminin Ubuntu versiyasındayıq. Windows'dan biraz fərqlidir. Və Ubuntu'da işləməli olsaz HTML fayllarını yazmaq üçün sizə komodu editi məsləhət görürəm. Proqramımızı açırıq. Və yeni bir HTML faylı yaradırıq. Masa üstündə. index.html Bəli, HTML faylımızı yaradandan sonra HTML faylımızı yazmağa başlayırıq. İlk öncə bildiyimiz kimi HTML təqləri ilə başlayırıq və onları bağlayırıq. Sonra isə head təqlərinə keçirik və head təqimizi bağlayırıq. Bildiyimiz kimi bizim HTML faylının başlığı title demək head təqlərinin arasında olur. Ona görə də title və index deyə yazırıq və title-la da bağlayırıq. Belə etdikdən sonra biz artıq HTML faylımızı browserimizdə yoxlaya bilərik. Gördüyünüz kimi bomboş bir səhifə açıldı və başlığında index yazılıb. Bu əlbəttə ki, title təqləri arasındakı həmin söz index ilə bağlıdır. Sonra isə keçirik body təqlərimizə. HTML sənədimizin əsas hissəsi body təqləri arasında yerləşdiyinə görə body təqləri arasında bir sürü şeylər yazacağıq. İlk öncəsi H1 və H6 elementləri arasındakı elementlərlə tanış etmək istəyirəm. H1 elementi bir təqdir və o da iki tərəfli bir təqdir. H1 ilə qutarır. Və biz H1-in arasında H1 ilə yazılmış bir yazı yazaq və save eləyək. Bundan sonra belə bir şey əmələ gələcək. H1 nədir? H1 H1, H2, H3, H4, H5 və H6 elementləridir. Bu elementlərdən ən yekə şrift olanı H1-dir. Yəni H1 təqləri arasında nə yazı yazsa o ən böyük şriftlə göstərəcək. İndi isə uyğun olaraq H2-ni yaradaq. Bura köçürdək. Və beləliklə H3, H4, H5 və H6 təqlərini yazaq. Bəli. Gördüyünüz kimi bütün H1-dən H6-ya qədər
bütün təqləri yazdıq. İndi isə bunu save eləyib brauzerimizdə yoxlayaq. Və nəticəni görürsünüz. H1 ən böyük, H2 ondan biraz balaca, H3 biraz balaca, H4 ondan da balaca, H5 və H6 uyğun olaraq getdikcə kiçilir. Və bu cür H1 ilə H6 arasındakı təqləri siz müxtəlif sənədlərdə yazı yazarkən istifadə edə bilərsiniz. Ümumiyyətlə, bunlar başlıq adı altında gedir. Yəni, hansısa bir mətnin başlığı kimi bu təqlərdən istifadə edə bilərsiniz. HTML-da bir element də var. Onu sizə vurgulamaq istəyirəm, göstərmək istəyirəm. P elementi, P paragraf deməkdir. Yəni, hansısa bir mətndə yeni bir paragraf yaradanda, abzas qoyanda, elə bir yeni bir sətrə keçəndə biz paragraf düyməsini istifadə edirik. Buraya yazsaq, paragraf burada yazılır. Və save eləyək və brauzerimizdə yoxlayaq. Paragraf burada yazılır. Onun dalınca biz yeni bir paragraf yaradaq və buraya yazaq. İkinci paragraf buradadır. Save eləyək və yoxlayaq. Gördüyünüz kimi paragraf burada yazılır paragrafından aşağıdakı sətirdə yeni bir paragraf əmələ gəldi. Beləliklə bu dərsimizdə nə bildik? H1, H6 təqləri və paragraf anlayışı ilə tanış olduq. Sağ olun, gələn dərslərdə görüşənədək.